Xeyir, gəlin bu gün yadda saxlayaq bu lüğətləri. Həm mənalarını, həm də yazılışları bizim üçün çox əsas lüğətdir. Deməli, biblioqraf, bunu yazmışam, mənasını yazmamışam. Debüt sözünün yazılışına diqqət yetirək. Burada ü olmalıdır, debut yox, debüt. Hər hansı bir sahədə ilk çıxış. Ebonit isə elektrotexnikdə istifadə edilən bərk maddə. Ebonit olacaq. Hüsnü rəğbət yox, hüsn rəğbət olacaqdı. Hüsn. Amma deyilişində ola bilər. Xoş münasibət. Mənim ona rəğbətim var. Cumhuriyyət. Cumhuriyyət yox, cumhuriyyət olacaq. Respublika. Çərxi fələk. Defslə. Kombinant sözünə yazışına diqqət edirək. Burada mı olacaqdı? Kollegial söz olacaq. Mehriban, bir-birinə dəstək olan həmkarlar. Müşkül sözündə i ilə yox, u ilə yox, ikisi də eyni hərf olacaq. Yəni ü. Ən çox düşən sözlərimizdən biri kapella sözüdür ki, kapella sözün yazışında musiqi terminidir. Yazışına diqqət yetirək, kopella falan yoxdur. Kolorit, o ilə. Çox vaxt amma nə ilə verirlər bizə? A ilə verirlər. Oftalmologiyada nə olacaq? A olacaqdır, bəli. Karife yox, nə olmalıdır? Korifey olmalıdır. Nə deməkdir? Yunan mənşəli sözdür, rəqs xor dəstəsinin başçısıdır. Katalizator yoxsa katalizator? Bəli, A olacaq. Katalizator. Katalizator, kata sözündən yadda saxlayın, nəsə bir şeydən yadda saxlayın ki, bu katalizator olacaq. Bu da kimyaya aid bir termindir. Trayektoriya. Trayektoriya. Bunun niyə yazmışam? Yəqin ki, mənasına görə yazmışam. Bunun yazılışından çaşdırma yoxdur. Termində fizika və mexanika sahəsində işlədilir. Cismin hərəkət etdiyi yolun xəritəsi deməkdir. Ornament sözü, bəli, düşə bilər. Ornamentdir, naxışdır, ilmədir. Bu sözlər bir-birinə demək olar ki, çox yaxındır. Bəzək, naxış, dekorasiyadır. Paravoz mənası, paravoz, porovoz ola bilər. Burada A olacaq. Para sözündən buxar vasitəsilə pul buxar kimi uçur. Para buxar kimi uçur, elə yadda saxlayın. Lokomotiv mənasını verir. Lokomotivin də yazılışına yadda saxlayan fiksaj termini adətən kimya və fotoqrafiya sahələrində işlədilir. Su ilə yox, ü ilə olacaq. Süjet, separatizm, bir dövlətin və ərazinin mərkəzi hakimiyyətdən ayrılaraq müstəqil olmağa çalışmasıdır. Separatizm hərəkatı. Eyham, bir insana başqa bir mənada gizli bir məna daşırdım. Eyham vurdum. Məsələn, sətr altı məna. İllüziya sözünün yazılışına baxaq. Ü ilə olacaq. İllüziya yox, illüziya ü ilə olacaqdır. Görünüşdə mövcud, amma reallıqda olmayan nostalji sözü isə insan keçmişə qarşı duyduğu həsrət və darıxma mənasını verəcəkdir. Qubar sözü toz və çöküntü mənasını verəcək. Mavzoley sözü böyük şəxsiyyətlərin, hökmdarların, tanınmış insanların xatirəsinə ucaldılmış məqbərə. Artilleriya müharibələrdə istifadə olunan atıcı silahlar. Dezen yox. Çox vaxt burada dezen verir. Bu yanlışdır. Dezin olacaq. Yəni dezi belə olacaqdır. Qonorar o ilə yazılır. Pul və ya mükafat. Libretto da 2 t olacaqdır. Daha sonra kargüzarda ü olmalıdır. Bunu yadda saxlayaq. Minbər sözündə m ilə yox, n ilə yazılacaqdır. Xütbə oxumaq üçün ucaldılmış platformadır. Kollegiya sözü rəsmi və peşəkar işlərdə qərar qəbul edən bir qrup insan. Qarnizon hərbi hissə deməkdir. Təvafüt, uyğunsuzluq, fərqlilik, təvafüt var. Dosent bir s ilə yazılıbdır. Elmi dərəcəli müəllim, çərxi fələk, ulduzların və planetlərin hərəkət etdiyi. Giley güzar ü ilə olacaqdır. İdiom bir dildə sözlərin bircə istifadəsidir. Ab-hava, abi-hava deyil, ab-hava olacaqdır. Hürufi sözündə hurufi yox, hürufi ü ilə olacaqdır. İkinci olacaqdır. Hürufi. Tüğyan sözü daşma, qabarma, boyaqotu bitki mənasında verir. Bullur, billur sözü billur isimdir, nitq hissəsi olaraq. Şəffaf və parlaq bir daş. Amnistiya sözü məhkəmə tərəfindən əfv etmədir. Mənanı yadda saxlayaq. Qalereya sözündə ere olacaqdır. Yəni burada çox vaxt qalariya verə bilər. Bu yanlışdır.
Sertifikasiyadirsə, müqavilənin təsdiq olunması. Sözləri belə oxuyuram, deyirəm birdən hərf səhvi buraxaram. Ola bilər ki, çünki burada çox sözü i yerinə ı yazmışam. Burada əsasən mən fikri izahlı lüğətə vermişəm deyə i yox, kimi yazmışam. Amma siz onu i kimi görün. Bu qədər yoldaşlar.